Bugün gəldiyimiz nöqtədə isə Əfqanıstan 20 il sonra yenidən Talibanın əlindədir. Amerika Birləşmiş Ştatları Əfqanistandan çəkilsə də terrora qarşı mübarizə doktrini milyonlarla insanın həyatını xarabalığa çevirdi. Yaxın Şərqdən Afrikaya qədər geniş bir coğrafiyada müharibə, miqrasiya və dağıntı yaratdı. Super güc Amerikanın bir tək hücumla bütün dünya nizamını yerindən oynada bilməsinin sirri isə bu yeni əsrin dərinliklərində gizlidir. 11 sentyabr sonrası açılan bu əsr hələ də içindən çıxılmayan sonsuz qaranlıqları özü ilə gətirdi. Böyük filosofların da dediyi kimi, məqsədə aparan yolda hər şey doğrudur. Tarix yalanlar üzərində razılığa gələn insanlar tərəfindən yazılır. Xalqı idarə edənlər üçün ən böyük silah faktlar deyil, inandırıcı nağıllardır. Dünyanın ən böyük bəlası isə siyasətin təbiətində olan yalanın sistematik hala gətirilməsidir. Buna görə də imperiyalar yalanı sülh adlandırır. Hər müharibə sözdə sülh üçün edilir. Halbuki sülh adlandırılan yalan yalnız başqa bir müharibənin başlanğıcıdır.